Elhamdülillahi Rabbil alemin ve salatu ve selamu ala eşrefil enbiya vel murselin nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecmain. Əvvəla təşəkkür edirəm bu məclisi təşkil edən qardaşdan. Allah malına bərəkət versin. Allah Taala əziyyəti keçən hər kəsdən razı olsun. Və bugün bir ayə barədə danışmaq istəyirəm. Allah Taala'nın Quran-ı Kərimdə buyurduğu Zariyat surəsində, Zariyat surəsinin 55-56-cı ayələri barədə danışmaq istəyirəm qısa olaraq. Allah Teala Quran-ı Kərimdə buyurur Zariyat surəsinin 55-ci ayəsində: "Və zəkkir fe inne zikra tenfe'ul mu'minin." Sən xatırlat, həqiqətən xatırlatmaq möminlərə fayda verər. Və sonra Allah Teala buyurur ki: "Və ma xalaqtul cinne vel insa illə liya'budun." Mən cinləri və insanları yalnız mənə ibadət etmək üçün yaratdım. Və sonraki ayələr də bununla əlaqəlidir. Allah Teala buyurur ki: "Mə uridu minhum min rizqin və mə uridu an yut'imun." Mən onlardan ruzi istəmirəm və onlardan məni yedizdirmələrini də istəmirəm. İnnallaha huvar-razzaqu zul quvvetil mətin. Həqiqətən Allah ruzi verən, qüvvət sahibi və mətin olan Allahdır. Və bu ayəni biz fikir versək, Allah Teala birinci buyurur ki: "Və zəkkir fe inne zikra tenfe'ul mu'minin." Yəni sən xatırlat, həqiqətən xatırlatmaq möminlərə fayda verər. Nə deməkdir xatırlatmaq? Xatırlat, yəni onlara nəsihət et, öğüd ver, onlara insanın nə üçün yaradıldığını bildir və bunu tez-tez xatırlat. Çünki nə üçün? Növbəti ayəyə fikir verin. Allah Teala buyurur ki: "Və mə xalaqtul cinne vel insa illə liya'budun." Mən cinləri və insanları yalnız mənə ibadət etmək üçün yaratdım. Alimlər qeyd edirlər ki, bu iki ayə arasında uyğunluq var, əlaqə var. Belə ki, birinci Allah Teala buyurur ki, xatırlat və sonra buyurur ki, mən cinləri və insanları yalnız mənə ibadət etmək üçün yaratdım. Yəni xatırlatmalı olan və xatırlatmağa layiq olan ən önəmli məsələ nədir? Mən cinləri və insanları yalnız mənə ibadət etmək üçün yaratdım. Yəni bu məsələ insan daim bunu xatırlamalıdır. Çünki insan unudur, bəzən insan başı dünya işlərinə qarışır və s. və insan əsas qayəsini unudur. Və ona görə biz bu gün ətrafımıza baxsaq, insanların əksəriyyəti bu qayədən, bu məqsəddən uzaqdırlar. Baxırsan, dünya işlərini çox dəqiq yerinə yetirir, öz dünyası üçün çox çalışır, hər bir şey istəyir ki, qaydasında olsun. Lakin axirət məsələlərinə gələndə, yəni yaradanı isə unudur. Və ona görə insan tez-tez yadına salmalıdır, həmişə gözünün önündə olmalıdır ki, onun əsas yaradılış məqsədi Allahı tanımaq və ona ibadət etməkdir. Və digər məsələlər isə dünya məsələləri, onlar ikinci yerdədir. Yəni Allah Teala bizə demir ki, siz dünya üçün çalışmayın, dünya işlərini səhmana salmayın. Lakin əsas məqsəd bu olmalıdır. Yəni birinci məqsəd bu olmalıdır. Necə ki, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm bir hədisdə buyurur ki, kimin bütün fikri zikri, bütün məqsədi əgər dünya olarsa, Allah Teala onun kasıbçılığı onun gözünün qabağında edər. Yəni nə deməkdir? Yəni hara baxsa kasıbçılıq görər və əlində olanla qane olmaz. Kasıbçılığı onun gözünün qabağında edər və həmçinin dünya malından da, dünya nemətlərindən də ona ancaq Allahın yazdığı qədər gələr. Yəni insan var, bütün günü dünya əldə etmək üçün çalışır, lakin Allahın ona yazdığı bir pay var. O paydan artıq insan qazana bilməz. Və həmçinin hədisin ardınca Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur ki, kimin əgər bütün fikri zikri, bütün əsas məqsədi axirəti qazanmaq olarsa, Allah Teala onun qəlbinə nə edir? Qəlbini
varlandırar, yəni qane edər onu, əlində olanla qane olar. Və həmçində dünya ona istəmədiyi halda, yəni can atmadığı halda ona dünya özü gələr. Və ümumiyyətlə bildiyimiz kimi Allah Taala hər bir insan üçün bu dünyada müəyyən bir ruzi qoyub, rizq qoyub, ruzi payı qoyub. Və insan bu ruzini əldə etməmiş, bu Allahın ona yazdığı bu ruzini tamamlamamış insan dünyadan köçməz. Və bu insana nəyi insanda rahatlıq yaradır. Yəni bunu bilən insan, yəni mömin sözsüz ki, bunu biləndə, bunu düşünəndə mömində bir rahatlıq yaranır. Rahatlıq yaranır ki, Allah Taala'nın mənə yazdığı ruzi gəlib mənə çatacaq. Düzdür, səbəblərdən tutmaq lazımdır. Yəni heç kim demir ki, səbəblərdən tutmayın. Yəni ruzi qazanmaq üçün səbəblərdən tutun. Lakin insanın bütün fikri, zikri dünya olmamalıdır. İnsan dünya işləri ilə bərabər axirəti də düşünməlidir və əsas məqsədi olmalıdır ibadət. Və əgər insan belə edərsə, Allah Taala onun qəlbini neyniyə zənginləşdirər. Yəni qəlbin zəngin olmasa nədir? İnsan əlində olanla kifayətlənər, yəni qane olar. Əgər insan əlində olanla qane deyilsə, ona dünyanı da versən o kifayət eləməyəcək ona. Amma əgər əlində olanla qane olsa, artıq buna görə həmd etsə, şükür etsə, Allah Taala onu artırar. Və o əlində olan onun üçün o dərk edər onun böyük bir nemət olduğunu. Və buna görə şükür edər və Allah Taala da neyinə şükür etsə də artırar. Və mən qısa olaraq yəni bunu bildirmək istəyirdim ki, yəni biz həmişə gərək bilək ki, əsas məqsədimiz, yaradılışımızın əsas məqsədi Allaha ibadətdir, Allahı tanımaqdır və dünya nemətləri fanidir. Dünya nemətlərinə görə əksinə axirəti itirmək sözsüz ki, böyük bir səhvdir. İnsan əksinə çalışmalıdır, dünya nemətlərini elə qazansın ki, axirətini itirməsin. Yəni həm axirəti, həm də dünyanı qazanmış olsun. Necə ki, Allah Taala Quranda buyurur, duada Rabbənə ətinə fid-dunya həsənətən və fil-əxirəti həsənətən və qina azəbənnar. Ey Rəbbim, mənə bu dünyada da, axirətdə də gözəl nemətlər ver. Bu qədər. Allah bizə eşidib faydalardan etsin.